ليس البر أن تولوا وجوهكم قبل المشرق والمغرب ولكن البر من آمن بالله واليوم الآخر والملائكة والكتاب والنبيين وآتى المال على حبه ذوي القربى واليتامى والمساكين وابن السبيل والسائلين وفي الرقاب وأقام الصلاة وآتى الزكاة والموفون بعهدهم إذا عاهدوا والصابرين في البأساء والضراء وحين البأس أولئك الذين صدقوا وأولئك هم المتقون. Yaxşı əməl və Xudayın razı bolyan əməli məşriq tarafına ya məğrib tarafına baxmaq deyildir. Lakin yaxşı əməl və Xudanın razı bolyan əməli ol bir adamın əməlidir ki ol adam Xudağa iman getiribdi və qiyamət gününe iman getiribdi və feriştelere iman getiribdi və tamamı kitab-ı asmanilərə iman getiribdi və tamamı enbiyalara iman getiribdi və malını yaxşı görən halında malını özünün yaqin qarındaşlarına sərf etyerdi və qulları azad etməyə sərf etyerdi və malının zekatını veryerdi ve namazını okuyardı. Ve her vakti ki Xudağa ahd etse ya bir adamga ahd etse ahdlerine vefa etyerdi. Ve faqir halda ve meriz halda ve kafirler bilen Xuda yolda jang etgen halında sabırlı ve istiqametli bolyardı. Şu tariqa sıfatlar bilen sıfatlanan adamlar imanlarında sadık ve doğrusu adamlar. Ve şu tariqa sıfatlar bilen sıfatlanan adamlar Xudadan korkup باتقوى بوليان آدملر. يا أيها الذين آمنوا كتب عليكم القصاص في القتلى الحر بالحر والعبد بالعبد والأنثى بالأنثى فمن عفي له من أخيه شيء فاتباع بالمعروف وأداء إليه بإحسان ذلك تخفيف من ربكم ورحمة فمن اعتدى بعد ذلك فله عذاب أليم. Ey iman getiren adamlar! Size kısasını farz edildi. Öldürenlerin hakkını. Azad adamın yerine azad adamı öldürmeli. Kulun yerine kulu öldürmeli. Hatunun yerine hatunu öldürmeli deyip maksudi öldürenin özünü öldürmelidir. Pes katılga özünün maktul bolan doğunun hakkında bir şeyini affedilse, pes maktulun velisi katıldan il arasında ma'rufa göre hunbaha talep etsin. Ve katil da yaxşılık bilen hunbahani eda etsin. Pes her kim şu tariqa affedilenden son yeni hatten tecavüz edip katilini öldürağasa ya katil değerini öldürağasa pes şunun için güçlü azap vardır. وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ. Sizin için kısas diyen hukumda ulu hayat o ulu dirlik vardır ey akıl adamlar. Şayet siz kısastan korkup adam öldürmekten saklansanız deyip. كتب عليكم إذا حضر أحدكم الموت إن ترك خيرا الوصية للوالدين والأقربين بالمعروف حقا على المتقين. Vakti ki sizin birinize ölüm haleti gelse, eğer izinde mal koysa şuna farz edildi malının bir miktarını ata enesine ve yakın qarındaşlarına vasiyet etmegini. Şu tariqa vasiyet etmek haktır perizkar adamlar. Şu ayetin hükmü mensuh bolundur. Sure-i Nisa'da. فَمَنْ
معه فإنما إثمه على الذين يبدلونه إن الله سميع عليم. Pes her kim vasiyetini iştenden soň tağyir berse we üýtketse, pes şonuň günahsy üýtgedene bolar. Tahqiq Allah tebarek we taala vasiyet etýänleriň kefini eşitýändir we wasiynyň amelini bilýändir.